Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed ve ali Muhammed. Allahumma əccil li vəliyyekel fərəc. Məkasib kitabından 418-ci dərsi oxuyuruq. Məlumdur ki, neçə gündür biz Məkasib kitabında Ğina bölümündən oxuyuruq və Ğinaya müxtəlif təriflər deyildi və mərhum Şeyx Murtəza Ənsari bu barədə öz fikirlərini bildirdi və buyurur: وَلَقَدْ أَجَادَ فِي الصِّحَاحِ حَيْثُ فَسَّرَ الْغِنَى بِالسِّمَاعِ وَهُوَ الْمَعْرُوفُ عِنْدَ أَهْلِ الْعُرْفِ. Mərhum Şeyx Murtəza Ənsari buyurur: Nə yaxşı söz sihahda deyilib. Yəni Cövhəri Sihah kitabında nə yaxşı söz deyib. O söz bundan ibarətdir. Fəssərəl ğina bis-sima. Ğinanı təfsir eləyib sema ilə. Deyib ğina yəni sema. Sema nəyə deyirlər? Sema xüsusi bir ahəngdir. Xüsusi bir səsdir ki, əhl-i ürfün yanında mərufdur. Yəni cəmiyyətin içində bu tanınır. Cövhəri Sihah kitabında Ğinanı belə məna eləyib. Deyib, Ğina yəni sema. Yəni o xüsusi olan səs. Fəssərəl ğina bis-sima və huvəl ma'ruf ində əhlil urf. Əhl-i ürfün yanında da bu mərufdir. Yəni tanınır. Əhl-i ürf bilir. Fəqət təqəddəmə fi-rivayəti Muhammed ibn Əbi İbadil Müstəhtər bis-sima. Buyurur, artıq qabaqda bu ağanın rivayətində də məlum oldu. Yəni ğina sema. Ğinanı sema ilə məna elədi. Fəkeyfə kan? Mərhum şeyx buyurur, ala ğinaya biz nə cür tərif deyək? Ğinaya deyək ki, məsələn, o bir sovtudur, ləhvədir, tərciu sovtur. Yəni, ya deyək ki, ğina yəni sema. Fərqi yoxdur da, ğinaya neçə dənə tərif deyildi. Fəkeyfə kan? İndi onların hansı olursa olsun, fəl-muhəssəl minəl-ədillətil mütəqəddimə hurmətəs sovt əl-muraccə fihi əla səbililləh. Qabaqdakı söylədiyimiz dəlillərdən belə hasil oldu ki, o səs ki, orada tərcih var, yəni qəlqələ var, özü də ləhv yolu ilə bu həramdır. Ləhvin mənası nədir? Azərbaycan dilində ləhvin neçə dənə mənası var idi? Biz dünənki dərsdə oxuduq. Ləhvin mənası bu idi, yəni əyləncə. Bir mənası bu idi ki, yəni faydasız, mənasız.
ki, neçə dənə məna var idi ləhvə bizim Azərbaycan lüğətində. Onları dünənki dərsimizdə izah elədik. Bəs nəticə budur ki, bu dəlilləri ki, bizə söyləyir və oxuduğu dəlilləri, bunlardan aldığımız nəticə budur ki, biz sərs ki, orada tərcih ola və ləhv yolu ilə o səs ucala, bu haramdır. فَإِنَّ اللَّهْوَ كَمَا يَكُونُ بِآلَةٍ مِنْ غَيْرِ صَوْتٍ كَضَرْبِ الْأَوْتَارِ وَنَحْوِهِ. İndi mərhum şeyx ləhvi neçə cür ləhv əmələ gəlir və ləhv nə ilə olur, onu söyləyir. Buyurur, ləhv bəzən alətlə olar, səssiz alətlə olar. Yəni, xanəndə oxumur və lakin bir alətlə ləhv icad olur. Məsələn, bir nəfər tar çalır, saz çalır. Burada xanəndə oxumur və lakin bu özü də ləhvdir. فَإِنَّ اللَّهْوَ كَمَا يَكُونُ بِآلَةٍ. Bəs ləhv necə ki bir alətlə olur, min qeyri sovtin, heç oxumamış, xanəndə səsini çıxartmamış, kəzərbil ovtar, məsələn, tar çalmaq kimi və nəhvihi və buna oxşar olan alətlərlə çalmaq kimi. Və bəs-sovtu fil alə, və eyni zamanda bəzən alətlə, sovtla olar. Kəl-mizmar vəl-qəsəb, məsələn, zurna çalmaq kimi, neynə çalmaq kimi və nəhvihima və bunlara oxşar olan alətlər kimi. Fəqət yəkunu bis-sovtil mücərrəd, bəzən də ləhv sovt-i mücərrədlə olar, tək səslə olar. Fəkullu sovtin, bəs nəticə budur ki, hər bir sovt yəkunu ləhvən bi keyfiyyətihi, əgər o ləhv olsa, o keyfiyyətlə və mədudən min əlhan əhlil fusuq vəl-məasi və hesablana əhl-i fisqin ləhni ilə və günahkarların ləhni ilə fəhuvə haramun. Buna deyirlər, bu haramdır. Və in furizə ənəhu leysə bi qinain. Lap belə fərz də olunsa burada qina yoxdur, yenə də haram olar. Fəkullu ma la yuaddu ləhvən fəleysə bi haramin. Hər o şey ki, əgər ləhv hesablanmasa, o haram deyil. Və in furizə sidqul qina əleyhi fərzən qeyra muhaqqəqin. Baxmayaraq deyir, fərz eləyək ki, qina ona sidq eləyir və lakin ləhv deyil. Bu haramdır. Və lakin mərhum şeyx buyurur ki, fərzən qeyru muhaqqəqin. Bu fərzi ki elədik, bu fərz mühaqqaq olmayıb. Yəni, bu fərz xaricdə baş tutmayıbdır. Belə bir fərd olmayıb. Hansı fərz ki, biz onu ləhv hesablayaq və ləhv hesablamayaq və qina da ona sidq eləsin. Deyir, bunu fərz eləyirik, amma bu fərz həyatda baş verməyib. Nəyə görə? Ona görə ki, əgər bir yerdə qina varsa, orada ləhv də var. Əgər qina yoxdursa, ləhv də yoxdur. Ona görə buyurur və infurizə sidqal qina əleyhi fərzən qeyru muhaqqəqin. Müntə bu fərz də baş verməyib. Yəni, belə bir şey olmayıb ki, orada ləhv olmasın, qina olsun. Çünki hər yerdə qina varsa, ləhv də var.
Nəyə görə bunu deyir şeyx? Buyurur, "Lə'ədəmu dəlil əla hurmətil ğina illa min heysu kavnihi batilən və ləhvən və ləğvən və zurən." Çünki qinanın haramlığına bizim dəlilimiz yoxdur. Dəlilimiz yalnız qinanın hörmətinə o cəhətdəndir ki, qina burada batildir, ləhvdir, ləğvdir, zurdur. Çünki qinada bu şeylər var, deyilik qina haramdır. Birdən qinada bu şeylər olmasaydı, deməzdik qina haramdır. Sümmə innəl ləhvə yətəhəqqəq bi əmreyn. Mərhum şeyx buyurur, indi ləhv iki cürə baş verə bilər. Yəni bir şeyin ləhv olub olmamağı iki dənə yolla baş verər. Yəni deyərlər bu ləhvədir. Sümmə innəl ləhvə yətəhəqqəq bi əmreyn. Ləhv baş verir iki əmrlə. Əhəduhuma, yəni iki yolla. Biri qəsd-ü tələhhi. Xanəndə oxuyan adam tələhhini qəsd eləyər. Tələhhi nə? Tələhhi həmən ləhvi. Və in ləm yəkun ləhvən. Lap oxuduğu ləhv olmasa da, amma ləhvi qəsd eləsə, artıq buna ləhv deyərlər. Yenə də deyirəm, ləhvin mənasını biz keçən dərsimizdə demişik. Əyləncə. Məsələn, bir nəfər durur, oxuyur, qəsd niyyəti budur ki, bu cəmaatı əyləndirsin. Burada artıq tələhhi qəsd olundu. İndi bunun oxuduğu ləhvdir ya ləhv deyil, bu hələ işimiz yoxdur. Mümkündür, bunun səsi yaxşı olmaya, orada ləhv olmaya. Mümkündür, bunun səsinə maneçilik yarada. Məsələn, bizdə deyirlər, xanəndə xaric oxudu, düz oxumadı. Yəni, xaricdə bu olmasa da, amma çünki bu tələhhini qəsd eləyibdir, artıq burada ləhv mövcuddur. Bu bir yoldur, digər bir yolu da var. İnşallah gələn dərsimizdə oxuyarıq. Əlhəmdülillah Rəbbil aləmin.